Həzrət Əli əleyhissalam oturub məsciddə bir dəstə bu zahirpərəst adamlardan da oturub. Dedilər, biraz o mərifət bulağından bizi də sirab elə. Həzrət Əli dedi ki, yəni, belə deyədi, sizlik deyil. Elə bir oxşar bir şey dedi ki, yəni, ibadət özü eləyin, sizin nə işiniz var o şeylə? Dedilər, yox, mütləq danış bizə, xahiş eləyirik, yalvar, yaxar. Deyib, götürdü, evlərini apardı. Evlərini apardı, birdən başladı belə danışmağa. Ənə əvvəlu vəl-axir və zahiru vəl-batin, ənəl muhyi, ənəl mumid. Mən əvvələm, mən axıram, mən zahirəm, mən batinəm, mən dirildənəm, mən öldürənəm. Durdular ayağa. Durdular ayağa ki, şirk danışdın, küfür danışdın. Huvəl əvvəlu, huvəl axir, o da əvvəl, o da axir. Huvəl muhi, huvəl mumid, o dirildəndi, o öldürəndi. Əvvəl də, axır da, zahir də, batin də odur. O, hər şeyi bilir.